Salam, hər birinizə izah videosuna xoş gördük. İzahımız görək hələ nədir bunun adı? Alkadienlərin quruluş alınma xassələri, izomerliyi, adlandırması. DIM 2023'dür bu toplu. İkinci hissə. Artıq yenisi çıxıb, yəqin ki, yenisi ilə davam edərik. Hara getdi? Yeri gəlmişkən. Bəli, buradadır. Bəzi sualların izahına baxacağıq. İlk olaraq 12-ci suala baxırıq. Deyir, 2 mol alkadien və 1 mol alkandan ibarət qaz qarışığı artıq miqdarda götürülmüş kalimpermanqanat məhlulundan buraxılarsa, qabdakı maddələrin ümumi kütləsi neçə qram artar? Deməli, təsəvvür edin ki, bir dənə qabda kalimpermanqanat var, məhlulu var və siz buradan 2 mol dien və 1 mol alkandan ibarət olan bir qarışığı buradan bu qaba göndərirsiniz. Eybəcər şəkil çəkdim. Təbii ki. Burada nə baş verəcək? Alkan gələcək, buradan keçsə, alkan reaksiyaya girmir axı, qabı tərk eləyəcək. Amma alkadien, həm də ki, qabda artıq miqdar kalimpermanqanat olduğunu nəzərə alsaq. Dien, kalimpermanqanat məhlulunu rəngsizləşdirir. Dien qalacaq qabda. Qabın kütləsi də dienin kütləsi qədər artacaq. Çünki dien reaksiya girir, qabda qalır. Ona görə də normalda alkadienlərin ümumi formulu n sayda karbonu olan CnH2-2 14 və -2 bunun 1 moluna desək, 2 molu üçün də 28-4 olacaq. Yəni qabın kütləsi 28-4 qədər artacaq. Və 28-4 D variantı olacaq. Yəni bu tip suallarda hansı maddə reaksiyaya girirsə, qabın kütləsi ona görə artır. 25'ə baxırıq. Yenə də alkadien tam reaksiya daxil olursa, yəni alkadien reaksiya girib burada qalacaq. Buradan heç nə uçub getmir. Bromlu su olan qabın kütləsi hər nə qədədi olsun. Artım reaksiya girən alkadien qədər olur. Bu da 14'ə -2 olacaq. -2. Alkadien, bu da S variantı, heç bunu görmürəm. Mən deyirəm cavab yoxdur. 26 da eynidir. Enderdə -2 olacaq. Sonra 36-cı suala baxırıq. Baxın, bu sualı mən dərsdə izah eləmişəm. Bir də baxaq. CnH2-2 formuna uyğun alkadiyenin maksimum neçə mol xlor birləşmə və əvəzetmə reaksiyası daxil ola bilər. CnH2-2 ilə bu 2 pisi olan bir formuldur. 1-3 qat və ya 2-2 qat şəklində. Bu 1 molu P'nin mol sayı qədər, yəni 2 mol xlor ilə birləşmə reaksiyası girir. Bu zaman CnH2-2 xlor 4 alınır. Artıq bu alınan birləşmə tetra xlor alkandır. Yəni artıq burada pirafitə yoxdur. Qalan hidrogenləri xlor burada əvəz eləyə bilər. Əvəz etmənin də mahiyyətini biz alkan və ya törəmələrində necə danışmışdıq? Var olan hidrogenin sayı qədər molda xlor götürməli. Yəni, əgər bizim alınan birləşməmiz CnH2-2 xlor 4-dürsə, buradakı hidrogenləri tam əvəz eləmək üçün hidrogenin sayı molda xlor 2 götürürük. Hidrogenlər tamamilə əvəz olunur. Cn xlor 2n+2 plus bu xlorun mol sayı 2n-2 H xlor alınacaq. Yəni alkan əvəz etmələrini yaza salmalıyıq sadəcə burada. Nə demişdik alkan əvəz etmələrində? H-ın sayı qədər xlor götürülür və elə bunların sayı qədər də H xlor alınır. İndi cəmi dediyi üçün 2 mol birləşməyə 2-2 mol da əvəz etməyə daxil olarsa, cəmi 2 mol olacaq cəm istədiyi üçün. 51-ci suala baxırıq. Divinil. Formulları yazaq. Xlorpren. Dim molekula rabitə yaranmasına iştirak edir 12 ədəd hibrid orbital. Divinildə bütün karbon atomları, o cümlədən xlorprende də bütün karbon atomları sp2 hibrid vəziyyətindədir. Hər sp2 karbonda 3 hibrid orbital var və rabitə yaradır.
Hər birində 4 karbon sp2 vəziyyətdədir. 12 hibrid orbital rabitə yaradacaq. Bu hər ikisinə aid. P orbitallar pi rabitələrin 2 qatı plus da halogen. Məsələn, divinində 2 ədəd pi rabitə var molekulunda və demək ki 4p orbital rabitə yaradır. Xlorpirində 2p var. 2p var. 4p orbital oradan, bu karbonun p orbitalları, plus da bir xlor var. 1p orbitaldan buradan 5p orbital. Yəni bizdən 4p orbital dediyin götürürük divinil üçün, 5p orbital dediyin götürürük xlorpiren üçün. S orbital hidrogen sayıdır 2, 4, 5, 6. Bu xlorpirində də 5 olacaq. 2, 4, 1, 5, 3, 5. 2, 4, 1, 3, 5 Y variantı. 54'e baxırıq. 1 mol alkadein müəyyən hissəsinin tam yanmasına 2 mol oksigen sərf olmuşdur. Normalda alkadeinin 1 molunun tam yanmasına bunu çoxu artıq əzbər şəkildə bilir, amma biz əzbərə dayalı deməyək. Necə oldu bu? N karbona görə hidrogen 2N-1'dir. Ona görə N-1 atırıq ki, bu 2'ye vuranda 2N-1 soldakı sayı versin. Oksigen 2N burada, N-1 burada, 3N-1 və bunu da 3N-1 bölü 2 yazırıq ki, bu 2'ye vuranda sağdakı sayı verə bilsin. İndi 1 molun tam yanmaq üçün bu qədər oksigen lazımdır. Və müəyyən hissəsinin yanmasında 2 mol artıq sərf olunub. Qalan hissənin yanması deyir. Nə qədər oksigen sərf olunur. 1 molun, bax bu 1 mol tamamilə yansaydı 3N-1 mol bölü 2 O2. 3N-1 bölü 2 mol oksigen sərf olunur. Amma bunun hamısı yanmayıb. Fərz edək, bu qədər yanıb və bu qədərə də 2 mol O2 sərf olunur. Qalan hissə nə qədər sərf olunar? 1 molun tam yanmasına sərf olunandan o 2'ni çıxarıq, yerdə qalan hissəni taparıq. 3N-1 bölü 2'də 2 çıxacaq. 2'ni 4 bölü 2 yazsaq, məxrəclərə eyni olması üçün 3N-5 bölü 2 olacaq. D variantı. Və 63 var burada. Yenə formullar. Baxın, divinildə 6 ədəd S orbital var idi. Buraya yazaq. Xlorpirində 5 ədəd P orbital var idi. Buraya yazaq. Sonra propadiyenlə digərlərini də yazaq. Propadiyen P orbitallar 2P'ye görə 4P orbital var. S orbitallar 2, 4 dənədir. Bu heç birinə getməyəcək. SP3 orbital da yoxdur. Sonra keçdik izopren. İzoprende bir karbon atomu sp3'dür. Bir karbon atomu sp3'dürsə, o da 4 sp3 hibrid orbital deməkdir. Vinlasetlin də bunun bu şəklidir. Vinlasetlin bunların heç birinə uyğun gəlmir. Bir dəqiqə P orbitallar 3 pi rabitəyə görə 6 dənədir. Hidrogen burada 4 dənədir. 4 s orbital var. sp3 orbitalda yoxdur. CDA olacaq. Onda cavabı və bu da sonuncu sualın izahı idi burada. Sağ olun.